4 bürcün uğurlu zamanı, 2 bürcün ise bir balaca çətinliyə girəcəyi bir zamanda olacaq. 9 noyabrdan 29 noyabra doğru Merkurinin retrosu aktivləşir və Uranın təsirini unutmuruq. Belə bir şey deyim sizə, 9 noyabrdan 29 noyabra doğru Merkurin retrosunu aktivləşdirərək Oxatanda başlayıb Əqrəbə keçid edib, təzədən Oxatana doğru dövriyyəsini gücləndirəcək. Yəni belə deyim də, biz bir balaca həm Oxatanın, həm də Əqrəbin təsirini həm səmada, həm sağlamlığımızda, həm də özümüzdə ciddi bir şəkildə hiss edəcəyik. Nə etməliyik? 12-ci evdə olan insanlar daha aktiv şəkildə bunları hiss edəcək. Doğum xəritənizə baxaraq biləcəksiniz neçənci evdəsiz bu dəqiqə. Belə deyim, oğlaqlar, əqrəblər, balıqlar və tərəzilər çox ehtiyatlı olmalısınız. Yəni danışdığınız sözlər, hərəkətləriniz, keçmişdən gələn insanlar, keçmişin maddisal problemləri retro olaraq dalğa sizi böyük bir şəkildə təzyiqə və təsirə sala bilər. Oyunun içərisində ola bilərsiniz. Hər bir şeyi diqqətlə fikir verməlisiniz. Amma Oxatanlar və xərçəng bürcləri isə göydən düşmüş olacaqsınız. Yəni sizi qoruyan evren olaraq, sizi qoruyan enerji olaraq, sizi qoruyan Merkurinin belə deyim də enerjisi, retrograd vəziyyəti və keçmişdən gələn insanların sizə şans olaraq, uğur olaraq gəlməsi sizi demək olar ki, çox uğurlu, belə deyim də qoruyucu bir zaman alacaq və bu zamandan istifadə etməyi məsləhət görürəm.